Herkese salamlar dostlar. Bugün sizlerle birlikte Azerbaycan'ı Dünya Kupasını kazandırmaya çalışıram. Azerbaycan'ı Dünya Kupasını kazandırmaya çalışacağım ama bu benim için bayağı çetin olacak. Yani dostlar bayağı bölüm çekebilirim bu için. Çetin olacak çünkü bazı yerleri elimle oynayacağım dostlar. Yani videonu çok bağlamamaya çalışacağım. Takım belədir, yəni takım qəşəng deyil o kadar da. Yəni 4-4 takım deyirəm. Millimiz o kadar da güclü değil. 4-4-2 düzülüşü məncə pisdir. 3-5-2 düzülüşü məncə daha yaxşı olar. Bəli, daha yaxşı oldu. İndi ilk oyun Ermənistanlandı. Uduza bilərik, orta sahaları çox güclüdür. Baxaq. Yox, bərabərə bitirdik. Kimsə sakatlanıb birləşdirək tez. Birləşik Arap Emirlikləri bu ölkəni bilmirəm amma məncə uduza bilərik. O, qəşəng 1-0. Çox qəşəng. Tutduq 1-0. Togo ilə oynayırıq. Bu asan rəqib ola bilər. Deyəcəkdim də o 2-0. Yəni uduzduq. Dostlar Belçika ilə oynayırıq. Bunu əlimlə oynayacağım. Belçika güclüdür yəni. Baxırıq. Belçika unuda bilmirik. Belçika çıxdı ataka. O Belçika güclü gəlir. Qəşəng qapıcımız. Qapımızda kim var ki? Qapıçını tanımıram. Qəşəng. Of, son dəqiqədə. Bir tane ataka çıxsaq çox qəşəng olacaq o qəşəng. Enerji basaq. Aha. Ah, çıxdı ataka. Ayda, nə pis oldu. Oyuncuların o kadar da güçlü zərbələri yoxdur yəni. İnşallah altyapıdan da oyuncu çıxarda bilərik. Altyapıdan oyuncu çıxartsaq məncə çox. Yəni bir dənə Azərbaycan takımı altyapıdan oyuncu çıxartsa gəlişə bilər, çox qəşəng olacaq çünki. O 1-0. Gol yedik. Və takıma baxıram. Berbat. Bir tane atak qardaş, bir tane. Atak vermədi oyun bizə. Yəni hamısı da cərmələr idi. Yəni bu rəqibə də uduza bilərik dostlar. Ne kupa odası? Hey. Azərbaycan heç kupası yox imiş dostlar. 2-0 uduzduq mən dedim sizə. Beyaz Rusya ile oynayırıq. Udacağım bunları. Bunlar asandır çünkü. O Gürcistanla oynayırıq. Gürcistan daha güclüdür. Bizə görə atakları çox güclüdür. Ona görə əllərimlə oynayacağım. Dostlar, istəsəniz San Marino oynayanda Dünya Kupasını almağa çalışaram. San Marino ölkəsi. Yani bilirsiniz en zayıf ölkələrdən biridir və yəni takımlar da çox zəifdir San Marino'nun. Onlarla ala bilərəm. Bu arada dostlar, indidən deyirəm, heç bir ölkənin Dünya Kupası almağa çalışdığım ölkələrin heç birini takımına gəlib gücləndirməyəcəm. Belə oynayacağım yəni. İngiltərə ilə eyni qrupa düşmək birazcık korkutucu gəlir. İngiltərə ilə eyni qrupa düşsək bizi yeyərlər orada. Bu üçü sarı kartlıdır. Bir de sarı kart alsalar vızıtırlar. Dənəy varat. Gol! Of, bunu mən qayd eləyərəm. Çox qəşəng gol oldu. O Gürcistan gəlir, video 5 dəqiqə oldu. Qəşəng çıxartdıq. Ataka çıxırıq tez. Gürcistan
Gürcüstandan bir gol daha yemeden axdı. Atmalıydık. Gürcüstan bir tane daha gol atsa eşitlənir skor. Aha gəlirlər. Ayda gol yedi. Gürcüstan gəlir. Qəşəng müdafiə. Enerji bak. Çıxın ataka. Qəşəng. Gol be! 3-2. Çok qəşəng. Gürcüstan gəlir. O qapçı! Qapçıdan süper bir kurtarır. 3-2'də bitirək. 3-2 bitirdi. Qəşəng. Çox qəşəng. Bahreyn diye bir ülke oynuyoruz. Yani uduzmamız çok pis oldu. Böyle Gürcüstan'da oturuq, bunları uduzuruq. Türkiye axırlara kadar qalıb uduzub. Yani video çok kısa oldu. Bir sezon daha çəkərəm. Dünya Kupasını yine İngiltere kazandı. Bizi takımlar istəyir ama biz qalırıq. Azərbaycan takımlar istəyir. Biz Azərbaycanda qaldıq. Qapısı deyəsən Qarabağda oynayır. Oyuncularımızın güclənməsi lazımdır. Olduğumuz grupta zəiflər var, yəni udarıq. Litvanya en birinci gol attı, sonra 4-1. Yani buradan çok rahatlıkla çıxarıq. Nəriman Axundzadə 2 tane gol attı yani. Gol krallığında Nəriman Axundzadə 4 tane golü var. Ayda bunlara 1-0 uduzmaq yəni utanc vericidir. Gruplara seçilirik. İngiltere ile neyin gruba düşmeyin olar. Ayda gol kırmızı geldi. Türkiye İngiltere'ye düştü. Arnavutluk düştü bir de oraya. Ayda. İzlanda basın Karabağ. Sıracaq 100% bizdə. Gəlirik. Deyəsən biz gəldik. Bizi ən axıra qoymayın, nə olar? İngiltərə ilə eyni qrupa düşdük. Dostlar, dedim inşallah düşmək. Qrupda İngiltərə, Türkiyə, Arnavutluk, Lüksemburg var ya. Bu nə ligdir belə? Buradan sağ-salamat çıxanlar bizi yiyərlər bunlar. Seyniyib tüpürməzlər, o dərəcə bir dənə yerə düşdük. Bu nədir belə bura düşdük biz? Arnavutluğun oyunçunun sürətinə bax. Flash kimi qaçır, ayda sakatlandı. Onu da iyiləşdirə bilərəm. İyiləşdirədiniz. Bunlar imiş, basaq. Devam. Yaşa ataka çıxdıq. Elimizde bir tane atak şansı. Gol! Elimizdeki atak şansını değerlendirdik. Arnavutluğun bu kadar güçlü olmasını gözləmirdim yani şəxsən. Yaşa qapçı. Devam. Yani dostlar bu oyundan sonra ben videomu bitirmek zorundayım. Video çok uzun olur. Bu oyundan sonra bitireceğim. Eğer bölüm için gelmesini istiyorsanız like ve abone. Yorumlara da bölüm 2 yazabilirsiniz. Qəşəng. Yani bir kurtarsa bu Arnavutlukla rahatlaşarıq. Yani bak bu kadar yaxşı oyuncunun içinde 67 yani 36 yaş diyen stoper olması çok berbat bir şeydi. Yani 36 yaşım var. Neymişsən sen? Burada.
Qəşəng. Qəşəng çıxar. Opa. Bir de atak verəsən oyun. Bir atak. Neyse dostlar, bitti oyunumuz. Üçüncü yeri tuttuk. Lüksemburg'da o kadar cüce değilmiş. Ama Türkiye var. Lüksemburg'la oynayacağım. Bu oyunu ben atlayıram yani. Hadi udaq. Eşek 1-0. Başa utduq. O Türkiye maçı. Türkiye maçını dostlar bölüm 2'de oynayacağım. Bolcanı beğenin, bolcanı yorum atın. Görüşərik. Sağ olun. Sevirəm sizi.